Kardeşler, bugünkü gündə Ümumdünya Cazibə Qanunu ağırlıq qüvvəsinə aid, qravitasiya intensivliyinə aid test nümunələrinin izahlarına baxacağıq. Birinci sualımızdan başlayaq. Deməli, Ümumdünya Cazibə Qanunu düsturu hansıdır? Ümumdünya Cazibə Qanunu ondan ibarət idi ki, kütləsi olan cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi onların kütlələri hasili ilə düz və məsafə ilə tərs mütənasib asılıdır və F bərabərdir J vurulsun M1 M2 bölünsün R kvadrat düsturunun hesablanır. Doğru cavabımız olur D variantı. Növbəti sual, qravitasiya sabitinin vahidi BCD əsas vahidlərdən ifadəsi. Əvvəlcə qravitasiya sabitinin düsturunu yazaq. J'miz F vurulsun R kvadratı bölünsün M1 M2'dir. Vahidinə baxası olsaq, qravitasiya sabitinin olacaq 1 Newton metr kvadrat bölünsün kilogram kvadrat. Bərabərdir. Burada biz Newton aça bilərik. Əsas vahidlərlə ifadəsini soruşur. 1 kilogram metr böl saniyə kvadratı vurulsun metr kvadratı bölünsün kilogram kvadrat. Kilogramlar gedər, kilogramların biri gedər, saniyə kvadratı aşağı düşər. Olar 1 metr kubu bölünsün kilogram vurulsun saniyə kvadratı. Doğru cavabımız olur B variantı. Qravitasiya sabitinin, ümumiyyətlə bu tip sabitlərin vahidləri qəbul imtahanında çox qarşımıza çıxa bilər. Ona görə də bu tip sabitləri yadda saxlayaq. Sonra kütlələri M1 və M2 olan maddi nöqtələri arasındakı qravitasiya qarşı təsir qüvvəsinin modulunun F olduğunu bilərək M1 və M2 kütləli maddi nöqtələri arasındakı qarşı təsir qüvvəsinin modulunu müəyyən edin. Burada nə edəcəyik? Hər bir damanı R qəbul eləsək, M1 ilə M2 arasındakı məsafə 2R'dir. M1 ilə M3 arasındakı məsafə isə 4R'dir. Bizə əvvəlcə M1 və M2 arasındakı qarşı təsir qüvvəsini verib. Yazıram. F bərabərdir J vurulsun. M1'imiz M'dir. Birbaşa qiymətini yerinə yazıram. M2'miz isə 2M'dir. Bölünsün. M1 ilə M2'nin arasındakı məsafə 2R'dir. Eləyəcək 4R'in kvadratı. Buradan ixtisarlar aparsaq, alarıq J M kvadrat bölünsün 2R kvadrat. Yəni biz buradan hər tərəfi 2'ye vursaq, 2F'imiz bərabər olacaq JM kvadrat bölünsün R kvadrat. Yəni harda bu ifadəni görsək, həmən ifadənin yerinə nə yazacağıq? 2F yazacağıq. İndi gəlirik axtardığımız qüvvəyə. Yəni birinci və üçüncü cisimlər arasındakı qarşı təsir qüvvəsinə. J M1 M3 bölünsün R kvadratı. Bərabərdir. J vurulsun. M1'imiz M'dir. M3'ümüz 4M'dir. Və aralarındakı məsafə 4R'dir. Olacaq 16R kvadrat. Bu da eləyir bizdən ötürü JM kvadrat bölünsün 4R kvadrat. 4'də 1'i qarşıya çıxarsaq 4'dən 1 vurulsun JM kvadrat bölünsün R kvadrat. Bu ifadə bizdən ötürü nə idi? 2F idi. Alarıq ifadə olaraq 2F bölünsün 4, o da eləyər F böl 2. Mütənasibliğini də təyin edə bilərdik. Bu şəkildə də həll edə bilərsiniz. Məsələmizi F bölü 2 C variantıdır doğru cavabımız. Növbəti sual. Bir-birinə toxunan R radiusu 2 polad küre arasındakı qravitasiya cazibə qüvvəsi F'dir. Hər birinin radiusu 2R olan polad kürələr bir-birinə toxunduqda onlar arasındakı qravitasiya cazibə qüvvəsi nəyə bərabər olar? Bu uşaqların ən çox səhv elədiyi sualdır. Sadəcə məsafəni nəzərə alırlar, kütləni nəzərə almırlar. Baxın, toxunan R radiusu polad kürə. Polad kürə yəni maddənin növü sabitdir, sıxlıq sabitdir. Rho vurulsun V yazırıq. Kürəvi cisim olduğuna görə biz kütlənin yerinə 3'dən 4 pi R kubu Rho yazacağıq. Onda bizim F'imizin düsturunda nəzərə alsaq, M1, M2 bölünsün R kvadrat düsturunu nəzərə alsaq, onda F'imizin düsturu belə olar. J vurulsun. 3'dən 4 pi R kubu vurulsun 3'dən 4 pi R kubu vurulsun Rho kvadrat eynidir Rho'lar bölünsün. Məsafəmiz də olacaq 2R, 2R'in kvadrat. Yəni 4R kvadrat. Kürəvi cisimlər şəkil olaraq çəkirəm. Kürəvi cisimlərimiz radiusları R'dirsə, onda onlar arasındakı məsafə 2R'dir. Bu düstura baxası olsaq, yuxarıda R'in üstü 6 var, aşağıda R kvadratı var. Birbaşa mütənasibliyə keçirəm. Buradan da düsturu bir də uzun-uzadı yazmağa ehtiyac yoxdur. Bizim qüvvəmiz artıq radiusun 4-cü dərəcəsi ilə düz mütənasib asılı olur. Onda bizim R radiusuna
F qüvvəsi uyğun gəlirsə 2R radiusuna 2-nin üssü 4 vurulsun F qüvvəsi uyğun gələcək. Yəni 16F olacaq doğru cavabımız. Cavab A variantı. Və yaxud da belə deyə bilərik. Bizim kütləmiz radiusdan kubu ilə düz asılıdır. Radiusu 2 dəfə artanda kütlələrimizin hər biri 8 dəfə artacaq. Yəni F bərabərdir yazacağım J 8 vur M1, 8 vur M2 bölünsün. Məsafəmiz də 2 dəfə artdığına görə 4 vurulsun R kvadrat yazacağım onu. Artıq bizdən ötürü olacaq 64 bölünsün 4 eləyəcək 16F. 16 vurulsun J M1 M2 bölünsün R kvadratı, bu da bizdən ötürü F idi. Doğru cavabımız olur 16F. Belə də götürə bilərsiniz. Bu şəkildə birbaşa mütənasibliyi tapıb da götürə bilərsiniz. Doğru cavabımız A variantıdır. Növbəti sual. Planetin səthindən H hündürlükdə ağırlıq qüvvəsi hansı ifadə ilə təyin olunur? Yer səthindəki ağırlıq qüvvəmizin düsturu F0-dır. O bizdən ötürü J kiçik M böyük M bölünsün R kvadratıdır. Artıq yer səthindən H hündürlüyə qalxdıqda məsafəmiz R plus H olacaq. Ona görə düsturumuz J M vur M bölünsün R plus H-ın kvadratı olacaq. Doğru cavabımız D variantıdır. Növbəti sualımız. Cismə təsir edən ağırlıq qüvvəsinin onun kütləsindən asılılıq qrafiki hansıdır? Cismə təsir edən ağırlıq qüvvəsini F0 bərabərdir mc yaza bilərik. Ona görə də bizim ağırlıq qüvvəmizin kütlədən asılılıq qrafiki düz mütənasiblik olacaq. Doğru cavabımız D variantıdır. Gravitasiya sahəsinin intensivliyin vahidi. Gravitasiya sahəsinin intensivliyi kiçik J'dir. Bu bizdən ötürü düstur olaraq F bölünsün M'dir. Yəni mən bunu 1 Newton bölünsün kilogram yaza bilərəm. Və Newton da kilogram metr böl saniyə kvadratı yazsaq, alarıq metr bölünsün saniyə kvadrat. Bunu bu şəkildə də yadda saxlaya bilərsiniz. Gravitasiya sabitinə sərbəst düşmə təcili də deyirdik. Sərbəst düşən cismin təcili gravitasiya sahəsinin intensivliyinə bərabər idi. Ona görə təcilin vahidi metr böl saniyə kvadratdır. Onda gravitasiya sahəsinin intensivliyinin də vahidi metr böl saniyə kvadratı olar. Bu düşüncə ilə də baxa bilərsiniz. Bu da düsturun qrafikimizin, daha doğrusu vahidimizin açılışıdır. Cismə təsir edən ağırlıq qüvvəsinin yer səthinə olan hündürlükdən asılılıq qrafiki. Artıq ağırlıq qüvvəsinin yer səthindəki müəyyən qiyməti olduğu üçün bizim ağırlıq qüvvəmiz müəyyən qiymətdən başlayan. Yəni, budur ifadəmiz. FH bərabərdir F0 bölünsün 1 plus H bölünsün R'in kvadratı. Yəni, biz burada H-a 0 desək, bizim FH-ımız F0-dan başlayacaq. Ona görə də FH-ın H-dan asılılığı müəyyən qiymətdən başlayan və tərs mütənasib azalan qrafikdir. Doğru cavabımız E variantıdır. Əgər radiusdan asılılıq desəydi, onda B variantını götürə bilərdiniz. Sonra, cismi yer səthindən hansı hündürlüyə qaldırmaq lazımdır ki, sərbəstləşmə təcili 3 dəfə azalsın. Mən həmən hündürlüyü bilmirəm. H hündürlükdəki sərbəstləşmə təcili ilə yer səthindəki sərbəstləşmə təcili arasında bax, belə bir əlaqə düsturumuz var. Buradan 3 dəfə azalsın deyir. Yəni, J0 bölünsün JH bizdən ötürü 3-ə bərabər olar. O isə bizdən ötürü 1 plus H bölünsün R'in kvadratıdır. Hər tərəfdən kök alsaq, 1 plus H böl R bərabər olar kök altında 3. Onda H-ımız bərabər olar kök altında 3 çıx 1 vurulsun R. Yəni, mən hündürlüyü tapmaq istəyirəmsə, onda dəfədən kök alaram, 1 çıxaram, vuraram R-ə. Bu da bizim hazır düsturumuzdur. Növbəti sualımız, yəni cavabımız oldu. Kök altında 3 minus 1 vurulsun R, A variantı. Növbəti sual, verilmiş kütləli cismə təsir edən ağırlıq qüvvəsinin yer səthində olan hündürlükdən asılılıq qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun olan hündürlüyü müəyyən edin. Biz yenə də hansı düsturdan istifadə edəcəyik? FH bərabərdir F0 bölünsün 1 plus H bölünsün R'in kvadratı. Buradan da baxa bilərik ki, məsələn, neçə dəfə azalıb? 9 dəfə azalıb. Onda mən hündürlüyü tapmaqdan ötürü kök altında n çıx 1 vurulsun R düsturundan istifadə edə bilərəm. Yəni 9 dəfə azaldığını bilirəmsə, kök altında 9 çıxılsın 1 vurulsun R. Bu da eləyər bizdən ötürü 2R. Bu bir variantımız.
İkinci variantımız düsturda gətirib yerinə yazaram. 1 plus h böl r-in kvadratı bərabər olar f0 böl fh. Yəni 180 böl 20. O da eləyər 9. Yenə də 1 plus h böl r bizdən ötürü olar. Kök altında 9 eləyər 3. H böl r 2'dir. Onda h'ımız da 2r'e bərabərdir. Doğru cavabımız C variantıdır. Növbəti sualımız. Yer səthində verilmiş nöqtələrindəki sərbəşmə təcilləri arasında hansı münasibət doğrudur? Biz bilirik ki, yer tamamilə kürəvi deyil, qütblərdən basıq şəkildədir. Ona görə də bizim radiuslarımız, məsafələrimizin ardıcıllığı bu şəkildə olacaq. Ekvatorda bizim radiusumuz daha böyükdür. Radiusumuz daha böyük olduğu üçün avtomatik J'lərimiz tərs asılı olacaq. J1 böyük olacaq J2-dən, o da belə olacaq J3-dən. Doğru cavab C variantıdır. Növbəti sual. Yer səthi yaxınlığında qravitasiya sahəsinin intensivliyi 10 Newton bölünsün kiloqramdır. Yer səthindən 4 r hündürlükdə qravitasiya sahəsinin intensivliyi. JH bərabərdir. J0 bölünsün 1 plus H bölünsün r-in kvadratı. 10 bölünsün 1 plus 4r bölünsün r-in kvadratı. O da eləyir bizdən ötürü 10 bölünsün 25. 5'dən 2 alarıq. O da 0,4 Newton bölünsün kiloqramdır. Doğru cavabımız E variantıdır. Növbəti sual. İpə bağlanmış 10 kg kütləli cisim şaquli yuxarı yönəlmiş 2 metr böl saniyə kvadrat təcili hərəkət etdirilir. Hərəkət zamanı cisimə təsir edən ağırlıq qüvvəsinin modulu nəyə bərabərdir? Cisim hansı təcillə hərəkət eləyir eləsin, ağırlıq qüvvəsinin düsturu mg'yə bərabərdir. Ona görə də 10 vurulsun 10 eləyəcək 100 Newton. Doğru cavabımız A variantıdır. Yer səthindən hansı hündürlükdə 10 kg kütləli cisimə təsir edən ağırlıq qüvvəsi 25 Newton olur? Yer səthindəki ağırlıq qüvvəmizin düsturu mg'dir. O isə bizdən ötürü 10 vurulsun 10 100 Newtondur. Artıq FH-ı da bizə verib 25 Newton. Neçə dəfə azalma var? 4 dəfə. Mən yazıram. F0 böl FH bərabərdir 1 plus H böl R-in kvadratı. Onda 1 plus H böl R-in kvadratı bərabərdir 4'ə. H böl R üstə gəl 1 bərabərdir 2'yə. Onda H-ımız bərabər olar R-ə. Deməli, yerin radiusuna bərabər hündürlüyə qaldırdıqda ağırlıq qüvvəsi 4 dəfə azalır. Radiusumuz da 6400'dür. Ona göre hündürlüğümüz 6400 kilometr olacaq. Doğru cavab E variantıdır. Növbəti sual. Səthində sərbəşmə təcili 3,3 metr böl saniyə kvadrat olan planetin radiusunu hesablayın. Sıxlıq verib bizə. Biz qravitasiya sahəsinin intensivliyin sıxlıqla əlaqəli düsturunu bilirik. 3'dən 4 pi j rho r. Bizə radiusu tapmaq lazımdır. 3'ye bölünsün 4 pi j rho bərabərdir. 3 vur 3,3 bölünsün 4 vur 3 vur j'miz 6,6 10 üstü mənfi 11'dir. Vurulsun rho'muz da 2500'dür. Bunlar gedəcək. Bu gedəcək. Vursaq 4'ü 25'e 100. Deməli 2'də 1 5 ilə bağlı 5000 kilometr olacaq cavabımız. Doğru cavab E variantı. Növbəti sual. Yer səthindən H bərabərli R hündürlükdəki cisimə təsir edən ağırlıq qüvvəsi 160 Newtondur. Yer səthindən 3R hündürlükdə bu cisimə təsir edən ağırlıq qüvvəsi nəyə bərabərdir? Əvvəlcə R hündürlükdə F0'ı təyin edəcəm. F0 bölünsün FH bərabərdir 1 plus H bölünsün R'in kvadratıdır. Bunda bizim F0'ımız bərabərdir. FH vurulsun 1 plus H bölü R'in kvadratı bərabərdir. FH-ımız 160'dır, vurulsun. H-ın da yerine R yazacaq əvvəlcə. Eləcək 2 2'nin kvadratı 4. Bu elədir bizdən ötürü 640. İndi tapıram FH-ı. FH da bərabərdir. F0 bölünsün 1 plus H bölünsün R'in kvadratı. O da bərabərdir. 640 bölünsün. H'ın yerine 3R yazsaq 4R. Kvadratı 16R kvadrat edəcək. Salam. Bu da eləyir bizdən ötürü 40 Newton. Doğru cavabımız A variantıdır. Növbəti sual.
4M və M kütləli bircins kürələrin mərkəzləri arasındakı məsafə L-dir. M kütləli cisim 4M kütləli kürənin mərkəzindən hansı məsafədə yerləşdirmək lazımdır ki, kürələrin yaratdığı qravitasiya sahəsində sükunətdə qalsın? Hər hansısa bir məsafədən qoyacağıq. X məsafəsindən, məsələn, 4M kütləli kürənin mərkəzindən X məsafədə. Onda o birisi olacaq L-X. Çünki ümumi məsafəmiz L idi. Həmən nöqtədə bu qüvvələr bir-birinə bərabər olmalıdır ki, ora gətirdiyimiz cisim sükunətdə qalsın, əvəzləyici qüvvəmiz 0 olsun. İndi bizim birinci ifadəmiz, birinci qüvvəmiz olacaq. Gətirdiyimiz cismin kütləsini M qəbul edirəm. Olacaq birinci qüvvəmiz belə. J vurulsun, 4M vurulsun, kiçik M bölünsün, məsafəmiz X-dir, X-in kvadratı. Bərabər eləyəcəm. J vurulsun, o birisinin kütləsi M-dir, cismin kütləsi yenə M-dir, bölünsün, məsafəmiz L-X-in kvadratıdır. Artıq J-lər ixtisar olunar, M-lər ixtisar olunar. Qalar X kvadratı bölünsün, L-X-in kvadratı bərabərdir 4-ə. Buradan X bölünsün, L-X bərabərdir 2-yə. Hər tərəfdən kök aldım. Buradan X bərabərdir 2L çıxılsın 2X. Onda 3X-imiz bərabər olar 2L-ə, X-imiz də bərabərdir 3-dən 2L-ə. Demək ki, bizim cismimizi 4M-dən 3-dən 2L məsafədə yerləşdirmək lazımdır ki, oradakı əvəzləyici qüvvəmiz 0-a bərabər olsun. Doğru cavabımız 3-dən 2L-dir. Növbəti sualımız, indi hər bir nöqtəyə uyğun hündürlüyün tapılması var. Hündürlüyü tapanda nə edirdik? Məsələn, burada 4 dəfə azalıb, burada 9 dəfə azalıb, burada 16 dəfə azalıb. Dəfə azalma ilə əlaqəli düsturumuzu belə yazmışdıq. Kök altında N çıxılsın 1 vurulsun R. İndi mən H1-i yazıram. H1 bərabərdir. Kök altında 4 çıx 1 vur R. Bu eləcə elə bizdən ötürü R. Demək ki, birinciyə uyğun gələcək yerin radiusuna bərabərdir. D variantı. İkinci hündürlüyümü tapıram. Kök altında 9 çıxılsın 1 vurulsun R. Bu da bizdən ötürü 3 çıxılsın 1, 2 R eləyir. Yerin radiusunun 2 mislinə bərabərdir. B variantı. Üçüncü, H3 bərabərdir. Kök altında 16 çıx 1 vur R. Bu da eləyir 4, 4-dən 1 çıxsaq 3 R. Demək ki, yerin radiusunun 3 mislinə bərabərdir. Üçüncü isə C variantıdır. Bu qədər şagirdlər. Bu tip suallarımızın gəlməyini istəyirsinizsə, kanalımıza abunə olun və şərh bölməsində hansı bölmələrin daha çox paylanmasını istəyirsinizsə, onları da şərh bölməsində yazın. Təşəkkürlər, sağ olun.